Tovuz eli, Tovuz obası ağır bir itki ilə üz-üzədir. Biz Tovuzun dəyərli oğlu, bizim Tovuz Xeyriyyə Cəmiyyətinin ən fəal üzvlərindən biri olan Yaşar Sultanovun itkisini yaşayırıq. Bugün artıq 7 gündür ki, Yaşar müəllim bizimlə yoxdur. Cəmi 7 gündür ki, atam haqq dünyasına qovuşub. Ona görə onun haqqında danışmaq bizim üçün çox çətindir. Amma başqa vaxt olsaydı, atam haqqında sabaha qədər danışardım. Bir kitabı tutacaq qədər danışa bilərəm. Bütün ailə üzvlərimiz üçün çox çətin günlər keçiririk. Mən sadəcə atam haqqında deyə bilərəm ki, o insanlıq məktəbi idi, o ədalət məktəbi idi, o dostluq məktəbi idi. O özündə bütün yüksək insani keyfiyyətləri cəmləşdirmişdi. O elini, o basını, o Tovuzu çox sevirdi. Çox dərin bağlarla Tovuza bağlı idi. Tovuzda baş verən hadisə, yaxşı hadisələr onu ürəkdən sevindirirdi. Pis hadisələr onu dərindən kədərləndirirdi. Atam kiminsə, eşidəndə ki, rayonda kiminsə bir çətinliyi var, kimsə hər hansı bir problemlə üzləşib, o çətinliyi o qədər ürəkdən hiss edirdi ki, o onu sadəcə Allah köməyi olsun deyib keçən bir insan deyildi. Həmişə yollar axtarırdı, həmişə dəstək olmağa çalışırdı. O qədər dərindən analiz etməyi bacarırdı, o qədər dərin düşünürdü, o qədər güclü empatiya hissləri var idi ki, yenə deyirəm, mən çox ağır kədər içərisindəyəm. İndi hər şeyi yadıma dəqiqliklə sala bilmirəm, yadıma salsam da dilimə gətirə bilmirəm. Amma atam haqqında olan hisslərimin, gerçəkdə olanların çox kiçik bir hissəsini hazırda dilə gətirirəm. O hamıya kömək edirdi, hamının inkişafı üçün çalışırdı. Birinin təhsil alması qohumda, rayonda, öz övladlarını təbii ki, qoyuram kənara. Birinin təhsil alması onun üçün ən böyük dəyər idi. Əlindən nə dəstək gəlirdi, həmişə edərdi. O misilsiz insan idi. Mənim ki, atam olduğu üçün demirəm. O doğrudan insanlıq məktəbi idi. Ona görə mən həm atamı itirdiyim üçün üzülürəm, həm atamın kədərini yaşayıram, həm də belə bir insanın həyatımdan getməsinin kədərini yaşayıram. O bir dəyər idi. Bəlkə də ruhani səslənəcək, bəlkə də insanlar inanmayacaq. Amma mən atamı hiss etmək üçün külək gəlsin deyəndə külək gəldi bu son bir həftədə. Mən atam haqqında danışmağa burada çalışanda ağacdan bir göyərçin çıxdı, çırpındı, uçdu, səmaya qərq oldu. Mən ona görə atamın misilsiz insanlığına, atamın dilimə gətirə bilmədiyim müsbət xüsusiyyətlərinə, gözəl ruhuna inanıram. Vəl-müslüminə vəl-müslümat, əl-əhyəy minhum vəl-əmvat və ilə ruhil مرحوم المغفور المعلوم مرحومين المغفورين المعلومين وبحق محمد عليه الطاهرين وبحرمة سورة فاتحة مع الصلوات اللهم صل على محمد وآل محمد بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد اللهم صل على محمد. Yaşar müəllim elə bir insan idi, deməli biz artıq hardasa 40 ilə yaxın demək olar ki, dostluğumuz var idi. Bu dostluq vaxtlarında mənim bircə dəfə yadıma gəlmiş, bu adam özünlə əlaqədar hansısa bir problemi xatırladaydı. Deyirdi ki, mənim şəxsi bir problemim var. Ancaq xalqın problemi, ancaq rayonun probleminin haqqında fikirlər əl sürərdi. Yaşar müəllim böyük turancı idi. Həmişə görürsən deyirdi ki, Turan deyirdi, Tovuzun deyirdi, birindidir. Və eyni zamanda deyirdi, bu tək Tovuzun düzdür, Tovuzun birindidir. Ancaq deyir, bütün Türk xalqlarının turançılıq ideyasını təbliğ edəcək bir simvoldur. Elə bir ki, nə qədər həmişə sevinirdi ki, həqiqətən biz belə bir komanda yaratmışıq, belə bir klub yaratmışıq, elə bir onunla yaşayırdı, onunla nəfəs olurdu. 95-ci, 96-cı illərdə hamınız yazınızda Turanla əlaqədar müxtəlif çətinliklər var idi. Biz çempion olandan sonra oradan buradan bizi görürsən ki,
istəmirdilər ki, komandanın klubu yaşamağını. Bəzi məxfi qüvvələr. Yaşar müəllim onda nə qədər əziyyət çəkirdi. Baxmayaraq ki, o dövlət içində işləyirdi. Görürdün ki, elə adi azarkeşlərlə bir yerdə müxtəlif tədbirlərdə həmişə iştirak eləyirdi. Müxtəlif tədbirlərə rəhbəri eləyirdi ki, Turanın yaşaması üçün əlindən gələni heç vaxt əsirgəmirdi. Gecə gündüz ancaq elə bil ki, onunla yaşayırdı, onunla nəfəs alırdı. Və sonradan şükür Allaha ki, gəldi elə bir vaxtlar oldu ki, klub, komanda güclər dəstəsini tərk elədi və onda da Yaşar müəllim üçün necə ağır olduğunu mənim bugün gözəl yadımdadır. Və şükürlər olsun ki, sonradan klubumuz güclər dəstəsinə qayıtdı. Yaxşı yoldaş ortaya çıxdı. Kluba rəhbəri eləməyə başladı. Bugünkü gündə klub elə bir ki, ən yaxşı günlərini yaşayır və bununla əlaqədar Yaşar müəllim çox sevinir və xoş gələcəyini həmişə fikirləşir. Həmişə biz Yaşar müəllimlə fikirləşirdik, hansı formada kluba necə kömək eləyək, hansı məsləhətlər yeri gələndə verək. Bütün oyunlardan sonra görürdün ki, hər xırdalığı müzakirə eləyirdi, analiz eləyirdi. Bu belə olsa daha yaxşı olar, elə olsa daha yaxşı olar. Hər nəysə, Yaşar müəllimlə həmişə biz futbola bir gedərdik. Axşamlar çox tez axşamlar görüşərdik. Futbolla əlaqədar olan problemləri müzakirə eləyərdik. Heyf ki, aramızdan çox zaman getdi. O qədər Yaşar müəllimlə birgə planlarımız var idi. Bunlar demək olar ki, qaldı. Yaşar müəllim siziniz, biz çalışacağıq, o planları görək necə yerinə yetirə bilirik. Yaşar müəllim tək futbol aləmində olduğu qədər nüfuza, hörmətə və istəyə malik idisə, eləcə də başqa sahələrdə el adam idi. Yaşar müəllim elə bir adam idi ki, mən elə bilirdim Yaşar müəllim mənim dostumdur. Ancaq görürdüm ki, başqa adamlarla görüşəndə gördüm, yox Yaşar müəllim tək mənim dostumdur, başqa adamların da dostudur. Qısa bir zamanda adamları elə bil ürəyinə yol tapa bilib, adamı özünə cəlb edib, nətər deyirlər, dostluq münasibətlərini qura bilirdi. Və bunun onun təmizliyindən, paçlarına irəli gələn bir xüsusiyyət idi. Çox ağır bir itki oldu Yaşar müəllimin rəhmətə getməyi. Həmən gündə biz danışmışdıq. Əslində getmək istədi futbola. Sonra nətər olursa da dedi, yox mən getmək istəmirəm deyə biraz ağrıyan kimi. Mən də elə başa düşdüm ki, yəni ağrıyan kimi bu ancaq nəsə soyuq dəyməzə ola bilər. Hələ indiyə ki, mənim yadıma gəlmir ki, o bircə dəfə deyəydi ki, mən ağrıyıram, mənim ürəyimdə hansısa bir şikayətim var. Əgər bunu bilmiş olsaydı, əlbəttə biz özü də istəməsə lazım bir tədbir görərdik. Təəssüflər olsun ki, bununla əlaqədar heç bir fikir söyləmədi. Bax, belə aramızdan getdi. Çox böyük itki, çox ağır bir itkidir. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun. Bizim münasibətimiz bütün rayon bilir nətər olubdur. Qardaşdan artıq, əzizdən əziz olmuşuq. Yaşar müəllim həmişə deyirdi ki, sən olmasan mən ölürəm. Allah rəhmət eləsin. Yaşar müəllim, bəs deyirdin, sən olmasan mən öləcəm. Dəli divanə olub çöllərdə gəzərəm. Axı mən sənin yanındaydım. Sözümdə, söhbətimdə, gözündəydim, sorağındaydım. Olarmı belə vəfasızdır? Gözüm durur, qəlbim tacıdır. Allah rəhmət eləsin. Son 10 ildə Çingiz Abbasovun bütün məclislərində, tədbirlərində mən də Yaşar müəllimlə baş-başaydım. Söhbətlərimiz olurdu. Yaxşı münasibətini görmüşdüm. Hətta Məmməd İsmailin yaz yerində bir söz dedi mənə. Görüşdü məndən, qapının ağzındaydım, görüşdü daimsə. Kaş həmişə o tərəflərdə görüşəydik. O Bunkeri nəzərdə tuturdu Çingiz müəllim. Dedi, gərək biz
Bunkerdə görüşəydi indi. Neyləmək olar? Allah Məhəmməd İsmailə rəhmət eləsin. Dedi, getdi, əyləşdi. Mən dünən bura gələndə Çingiz müəllim dedi, ay Musa, bəlkə bir-iki sətir yazasan. Dedim, ay Çingiz, biraz çətindir. Şeir, məqalə deyil, çətindir yazmaq onu. Ancaq gecə saat 2-də oyandım, özümə yer tapa bilmirdim. Bir də gördüm, bu misralar gəldi. Yaşar müəllim haqqında bu misralar gəldi. Kağız qələm də tapmadım, elə yaddaşımda bir təhər saxladım, bu sefer köçüşdüm. Deyir ki, şirin nəvələrin boyundan ötürü, qələbə soraqlı oyundan ötürü, ən azı muradın toyundan ötürü, ay Yaşar, sən hələ yaşamalıydın. Dostların başında cəm olmalıydı, bir qol sevinci ilə dəm olmalıydı, Turanın qayğısı kəm olmalıydı, ay Yaşar, sən hələ yaşamalıydın. Hələ yetməmişkən 70 yaşına, qəfil bir əcələ oldun aşina, dünyanın vəfası dəysin başına, ay Yaşar, sən hələ yaşamalıydın. Sami bu boyda arzu diləyi, niyə namərd çıxdı sənə ürəyin, görüm gözü çıxsın çarxı fələyin, ay Yaşar, sən hələ yaşamalıydın. Sən bizdən ayrılıb seçdin təkliyi, Tanrıya çatdı mı bu istəkliyin, nə deyir adının cavabdehliyi, ay Yaşar, sən hələ yaşamalıydın, ay Yaşar, sən hələ yaşamalıydın. Allah rəhmət eləsin. Tanrı dərgahında yaşayacaq o yaxşı əməllərinlə, xeyirxah əməllərinlə, Tanrı dərgahında seçilmişlərdən olacaq. Mən inanıram ki, o cənnətlik olacaq. Allah ona rəhmət eləsin. Nəinki mən, bütün onu tanıyanlar inanmır. Hələ də inanmır buna. Bir deyim var. Deyirlər, bir adam hamı üçün yaxşı ola bilməz. Ancaq Yaşar müəllim öz mənliyinlə, öz kişiliyinlə, öz münasibətinlə bu deyimi səhv saldı. Səhv olduğunu bildirdi. Demək olar ki, heç kim deyə bilməz. Bir nəfər də onu tanıyanla deyə bilməz ki, Yaşar müəllim bu yerdə səhv elədi. Ona görə Allah ona qəni-qəni rəhmət eləsin. Görünürlə də olsun. Allah balalarına səbir versin. Yaşar qardaş həmişə deyərdi ki, bizi yaradan böyük Allah imkan versin, sonra biz özümüz yaradıq. Yaşar özünü mühitə uyğunlaşdıran, yox mühitə özünə uyğunlaşdıran bir ziya idi. İnsanın bədəninin yarısı su, torpaq, digər yarısı qəlb və ruhdan ibarət. Bu qəlb və ruhun bir tərəfi insanda olsa da, digər tərəfi ən uca məqamda, ən uca mənəviyyat mərkəzində, Allah dediyimiz mənəviyyat mərkəzindədir. Bununla bu arada bir nur koridoru var. Yaşar həmən ziyadan idi. Yaşar nur parlayan idi. Doğrudan da dedilər ki, nurumuz, ziyamız Sultanov Yaşar qədər azaldı. Yaşar Allahın rəhmətindədir, o rəhməti dirliyində qazanıb. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Sənin də sənə rəhmət, yaxşı sözlər deyil. Mən üçün də çox ağırdı Yaşar müəllim haqqında danışmaq. Bir də onu demək istəyirəm ki, ziyalı sözü bu saat ən başda gedən sözdür. Yaşar müəllim Azərbaycanın ziyalısı idi. Əsl vətəndaşı idi. Azərbaycan vətəndaşı idi. Yaşar müəllim bildiyimiz kimi savaddan savad, bilikdən bilik, dünyavi bir qardaşımız idi. O təkcə Turanda yox, Turandan qıraqda da qonşu Gürcüstan Dinamosunun rəhbərliyində onun oyunçularıyla çox isti münasibəti var idi. Tovuzun 150 kitabını vərəqləsəniz görərsiniz oradakı Yaşar Sultanov David Kipiyaninin oğlu ilə bizim stadionda, bu Turan stadionunda, Vidadi müəllimin iş elədiyi stadionda birgə şəkilləri var, xatirələri var. Nə demək olar? Mən üçün çox ağırdı. Niyə ağırdı? Ayın 4-də Yaşar müəllim dünyasını dəyişəndə 4 dəfə onunla telefonla danışmışam, yazışmışam. Turanın oyunu soruşmuşam. Əvvəlcə dedim gedək Sumqayıta, baxaq mı orada Vidadini də götür. Dedi Vidadinin işi var, işində
problemi var falan. Mən də gedirəm evdə baxmağa. Dedim onda mən bir tədbir var, gedirəm ora. Hesabı mənə yazarsan. Saat 9'un yarısında o mənə yazıb ki 1-0 qabaqdayıq falan. Ondan sonra əlaqəmiz kəsildi. Oyun qurtarandan sonra da mən ona təşəkkür yazmışam ki təbrik eləyirəm falan eləyirəm. 3-0 oldu bizim hesabımız. Ha belə 4 dəfə danışmışam o adamla o gün. Mən üçün çox çətindir. Hətta o bizim ayın 8'ində bir kitab bırakıblar Tovuz'un ensiklopediyası. Orada dəvət eləmişdim. Elə Vidadi müəllimdə Tovuzlarında. Orada yazır, mənə yazır ki Çina, özdə mən həmişə Çina deyirdi, Çingiz demirdi. Ayın 8'ində sən olacaqsansa mən gəlim ora. Ama belə gəldin qardaş o ensiklopediya. Allah sənə rəhmət eləsin. Yaşar müəllimin ailəsi adından danışmağa mənim haqqım var. Çünki bütün nəinki Tovuz başı əhli də bilir ki, bizə həmişə qardaş deyiblər. Heç kim bizi ayırmayıb bir-birimizdən. Əslində biz uşaqlıq dostu, qohumuq, ancaq doğma qardaş deyilik. Ancaq hər kəs bizi qardaş kimi tanıyır. Hətta mən rayonda olanda bir dəfə getdiyimiz bir çayxana var. Yaşar müəllim tək gedibdi də, mən yox. Deyir, sən nə işə gəlibsən? Bu qardaşın han? Deyir, başım deyir, fırlandı ki, mən nə səhv eləmişəm. Ona görə də mən haqqım var onun ailəsindən danışmağa. Onun ailəsinin yükü əlbəttə evladı, oğlunun Allah saxlasın, dürdağı olsun, onun üstündədir. Həm də onun dostlarının üstündə olacaq. Yəni onlar tək deyirlər. Səbirli olmaq lazımdır. Ölüm hamı üçündür. Bunu real qəbul eləmək lazımdır. Bu fəlakətə göndərmək lazım deyil. Həyat davam edir. Ona görə də bu işi təşkil edən, burada köməkliyi olan hər bir kəsə onun ailəsi adından öz minnətdarlığımı bildirirəm. Sizin də həmişə xidmətinizdə durmağa, gecə, gündüz 24 saat, bax, onun oğlunla mən, Vidadi müəllim, hamımız hazırıq. Yəni bu Tovuz xeyriyyə cəmiyyətidir. Tovuz üçün hamımız bir əskər kimi, ömrümüzün axırına kimi çalışmalıyıq. Ki, tək ki Tovuzumuzun adı necə ki parıldayır Azərbaycanda, eləcə də hətta ABŞ-da. Heç mənim yadımdan çıxmaz, mən o nüansı hər adam tuta bilməyib. Yadınızdadırsa, ABŞ prezidenti Bidenin vaxtında buraya güclü hücum oldu. Polad Həşimov hadisə. Biden oradan bəyanat verdi ki, Rusiyanın Tovuzdakı məkirli siyasəti baş tutmadı. Yəni Tovuz belə bir eldir, obadır, belə mərdlər diyarıdır. Biz Tovuz üçün ömrümüzün axırına kimi ailəmizdən də artıq baxmalıyıq və baxırıq da. Yaşar müəllim də belə bir insan idi. Öz canını, qanını, malını, pulunu, hər şeyini rayonumuz üçün, yetim üçün, yesir üçün, məzlum üçün xərcləyən bir insan olur. Of deməyib heç bir vaxt. Mən deyərdim ki, o sağlamlığını elə Tovuzda ötürü qoydum. Çünki o qədər həyəcan keçirirdi ki, filan niyə belə oldu? Adicindir, idmandır da, futboldur. Buddu, uduzdu. Bir insan 5 gün özünə gələ bilmir. Niyə? Tovuzun adı var orada, Turalın adı var orada. Ona görə bir daha Çingiz müəllim, sizin cəmiyyətə, Vidadi müəllim ağsaqqalımız, Allah sizi başımızın üstündən əksik eləməsin. Bizə ağsaqqallıq eləyin, özünüzü qoruyun, bizi qoruyun. Siz sağ olun ki, biz də sizin kölgənizdə yaşayıq. Sağ olun, buraya gələnlərə də vaxtınızı sərf elədiyiniz üçün hamınıza minnətdaram. Yaşar bəy Sultanov həm də yaxşı musiqiçi idi. Çox böyük musiqi duyuna malik bir insan idi. Azərbaycanın xalq mahnılarını, muğamlarımızı çox mükəmməl bilən bir adam idi. Çox məclislər olub, yəqin ki, dostlarım bunu deyərlər. Musiqiçilərimizdən bir şey yol göstərirdi. Şəxsən mənə dəfən-dəfən, dönə-dönə hər şey yaxşı bilirdi. O da ona atasından gəlirdi, qanla gəlirdi o. Bunlar bəylər idilər, bəyzadə idilər. Və muğamlarımızı, xalq mahnılarımızı, rəhmətli Qəzənfər bəyin özünün gözəl mahnısı vardı. Toylarda həmişə onu
mehribanım, yadındadır. Rəqs edərdilər, deyərdilər. Yəni Yaşar bəy çox tərəfli insan idi, böyük ziyalı idi. Hər tərəfli yüksək mədəniyyətə malik bir insan idi. Əsl kübar insan idi, bəyzadə idi. Allah ona qən-qən rəhmət eləsin. Tək idmanımıza yox, bizim mədəniyyətimizə, incə sənətimizə olan böyük bir itkidir. Bismillahirrahmanirrahim. Kul huvallahu Ramiz müəllim bildiyiniz kimi rayonumuzun getirib ərsəyə gətirdiyi ən ziyalı, elini, obasını çox istəyən oğlanlardan biri idi. Çox təəssüflər olsun ki, rəhmətli çox tez bir zaman həyatdan keçdi. Ramiz müəllim Tovuzla əlaqədar çox böyük ideyaları var idi və bildiyiniz kimi 2003-cü ildə AFA prezident seçildikdən sonra futbolla əlaqədar bir çox işlər görməyə başladı. Tovuzda, nəinki Tovuzda, Respublikanın bütün rayonlarında biz birlikdə gəzdik. Bir çox təkliflər, ideyalar, təkliflər irəli sürüldü. O təkliflərə uyğun da futbolun inkişafına əlaqədar proqram hazırlandı. Sonra futbolun inkişafına əlaqədar mütəxəssislərə xüsusi yer ayrıldı. Ancaq arif olsun ki, qısa bir 2007-ci ildə həyatdan köçdü və demək olar ki, onun görə biləcəyi işlər, görmək istədiyi işlər hamısı yarımçıq qaldı. Ramiz müəllim rayonumuza olan münasibətinlə, kəndə, xalqımıza olan münasibətinlə hamımızın qəlbimizdə qalmışdır və bu gün də demək olar ki, qəlbimizdə yaşayır və həmişə bizim onun əziz xatirəsi bizim qəlbimizdə həmişə yaşayacaqdır. Ramiz müəllim böyük ziyalı idi. Ona görə də Respublikamızın ziyalılarına sonsuz hüsnü rəğbəti vardı. Xüsusən də yaradıcı adamlara Ramiz müəllimin münasibəti bir nağıl olaraq qalmaqdadır. Aşıqlara, bizim istedadlı aşıqlarımızı o işlə təmin eləyirdi. Allah ona rəhmət eləsin. Ramiz müəllim bir örnəkdir. O təkcə ömrünlə təkcə öz ömrünü yaşamadı, o yaxşılıqları özündən aparmadı. Bir örnək qoydu getdi. Bax, bu örnəyi də mənim əziz qardaşım Çingiz Abbasov da davam elətdirir. Vidadi müəllim də davam elətdirir. Və bundan sonra gələn nəsillər də davam eləyəcək. İmkan sahibləri hamısı Ramiz müəllimin ənənəsini yaşadacaqlar. Mən buna əminəm. Allah Ramiz müəllimə rəhmət eləsin. Allah Ramiz müəllimə qəni-qəni rəhmət eləsin. O futbol aləmində də çox böyük işlər gördü. Demək olar ki, o AFFA prezidenti seçiləndən sonra Azərbaycanın bütün rayonlarında futbol komandaları təşkil olundu, sponsorlar cəlb olundu və stadionlar tikildi. Futbolçuların əmək haqqlarının artırmağında çox böyük əmək oldu. Azərbaycanda demək olar ki, futbolun inkişafına böyük töhfə verdi. Bundan əlavə də Musa müəllim demişkən, çox böyük incəsənət xadimlərinə hamısına kömək, elə bir adam yox idi ki, Ramiz müəllimin köməyi olmasın. Ramiz müəllim rayonumuz üçün də çox iş görüb. Allah ona qəni-qəni rəhmət eləsin. Allah Ramiz müəllimə rəhmət eləsin. Ramiz müəllimin əməyi Azərbaycan futbolunda çox böyük və danılmaz işdir. Yəni Ramiz müəllim dönəmindən sonra Azərbaycanda gedən futboldakı dəyişikliklər, inkişaf, stadionların tikilməyi hamısı həmin dönəmin işi idi ki, Ramiz müəllim bunların fundamentini qoydu. Və bugünkü gündə həmin ənənələr davam edir. Azərbaycan futbolunda olduğu kimi də Azərbaycanda biz Ramiz müəllim kimi gözəl bir insanı itirdik, ziyalını itirdik. Amma Allah rəhmət eləsin, onun ənənəsi və elədiyi xeyirxahlar bu gün də bizim yaxınlarımız, əzizlərimiz Vidadi müəllimlə, Çingiz müəllimlə, bizim müəllimlə davam edir.
Allah rəhmət eləsin. Gördüyümüz kimi Ramiz Mirzəyev 1954-cü ildə Tovuz şəhəri Bağ küçəsi 32-də dünyaya gəlmişdi. Bir həyatda yaşamışıq. Mən də 1952-ci ildə həmin məhəllədə doğulmuşam. Uşaqlığımız bir yerdə keçibdi. Ramiz müəllim Puşkin adına orta məktəbi fərqli atestatından başa vurdu. Taleyi elə gətirdi ki, mən kəndə köçəsi oldum, kətdə qaldım. Ramiz müəllimin atası rəhmətli Şəmşəd əmi bizim kəndin kolxoz sədri idi. Hər yay Ramiz müəllim bacılarınla, Sveta ilə, Pakizə ilə, Novruzla, Hüsəməddinlə bizim kətdə dincəliblər. Hesab eləm bir 10 il mən onun sınıfı qutaranacağım. Bu ailə bizim ailə ilə dağda dincəliblər. Həmid atasının bacısı bizim qonşuluqda gəlin idi. Yəni uşaqlığımız bir yerdə keçibdi. Ramiz müəllim orta məktəbdə oxuyanda da elə məhəllədə də çox tərbiyəli, təmkinli, belə bir şagird mi deyim, belə bir insan idi. Sonra da gördünüz də həyatı, institut aləmi, sonra iş fəaliyyəti artıq çox danışmaq istəmirəm. Yüksələ öz savadına görə, öz biliyinə görə gəldi, çatdı. Neft-Yağ Birliyinin sədri oldu. Vidadi müəllim qeyd elədiyi kimi 2003-cü ildən AFFA'nın deməli prezidenti seçildi. Elə o dövrdən də biz yaşına gəldiyimiz Yaşar Sultanov rəhmətlik Ramiz müəllimlə iş birliyində oldu. Yəni futbol aləminə qardaşımız Yaşar çox böyük töhfə verdi. Ramiz müəllimlə isə belə çiyin-çiyinə Azərbaycanda futbolun inkişafına, futbolun nətər deyim, yarışına, hər şeylə Yaşar müəllim şərik oldu. Biz bugün Yaşar müəllimi də yad eləməyə gəlmişik. Hamımızın adından Yaşar müəllimin ailəsinə başsağlığı verirəm, özünə Allahdan rəhmət diləyirəm. Mən üçün çox ağırdı. Niyə ağırdı? Keçən həftə Yaşar mənə zəng elədi ki, Vidadini də götür, bizə apar bunkerə. Hesab eləm, mən ona bir boşluq qaldım. Dedim, 6-cı il gedərik. 6-cı il elə oldu ki, 6-cı il dünyasını dəyişdi. Vidadi müəllimin də işi oldu, mənim də işim oldu. Biz 6-cı il bir yerdə olmalıydıq. Amma tale elə gətirdi ki, 6-cı gün o həyatla vidalaşdı. Allah hər ikisinə rəhmət eləsin. Azərbaycan Vətən müharibəsi başladığı ilk günlərdən Yaşar Sultanov və onun kimi oğullar bir araya gələrək Tovuz Xeyriyyə Cəmiyyətini yaratdılar. Onlar həm sərhədlərdə döyüşən əskərlərin yanında oldular, həm arxa cəbhədə o əskərlərin ailələrinin yanında oldular. Öz maddi və mənəvi dəstəklərindən. Bizim el üçün, bizim oba üçün, bizim qohumlar üçün çox bir ağır itkili gündür. Yaşar Sultanovu itkisi hamımız üçün çox ağırdır. Yaşar müəllim, mən deyərdim ki, Tovuzumuzun ən qeyrətli, ən vətənpərvər olanlarından biri idi. Yaşar müəllim Tovuz Xeyriyyə Cəmiyyətinin idarə heyətinin üzvü idi. Demək olar ki, Ağsaqqallar Şurasında əyləşirdi. Mənim danışmağım doğrudan çox çətindir. Yaşar müəllimin itkisi üçün. Allah rəhmət eləsin. Yaşar müəllim bizim həm də qohum idi, belə deyək. Bizim yeznəmiz idi, xalam qızının yoldaşıdır. Onu istəyənlərə, onu sevənlərə, dostlarına başsağlığı verirəm. Həm də həmçində özüm də içində olmaqla Allah rəhmət eləsin. Nə demək olar? İnsan bir gün gəlir, bir gün gedir. Yeri cənnət olsun, məkan cənnət olsun. Mənim əmim oğluydu. Amma həm qohumlar arasında, həm Tovuz cəmiyyəti arasında böyük hörmət qazanmış bir şəxs idi. Onun haqqında danışmaq biraz bizim üçün çox çətindir. Bugünkü gün onun 7-si günüdür. Amma onun elədiyi yaxşılıqlar, onun xalqına göstərdiyi xidmətlər həmişə Tovuz xalqımızın, cəmiyyətimizin qarşısında, ürəyində əbədi olaraq saxlayacaqdır. Yaşar Sultanov nə edibdir Tovuz xalqı üçün? Yaşar Sultanovun xidmətləri çox böyükdür. Biz bilirik, bizim ən yaralı yerimiz bizim Tovuz şəhidləri, Tovuz qaziləri. İlk növbədə onlardan başlayıram. Hər bir şəhid ailəsinə,
həm maddi, hər bir qazi ailəsinə həm maddi, həm mənəvi dəstək və Tovuzun ziyalılarıyla daima bir yerdə fəaliyyət göstərmək, Tovuzun gözəl ziyalıları haqqında jurnallar, kitablar ərsəyə gəlməsində Yaşar Sultanovun çox böyük hörmət var. Və Yaşar Sultanov ömrünün axır dəqiqəsinə, axır saatına qədər həqiqətən də çox böyük fəaliyyəti olub. O SSR vaxtında Leningradın İqtisadiyyat Universitetini bitirib. Amma onun bir çox sahələrdə həddindən artıq savadı olduğu üçün digər sahələrdə də böyük xidmətləri olub. O cümlədən Tovuzun Turan komandasında onu rəsmi işçi kimi, yəni Tovuz Turan komandasının vitse-prezidenti qəbul ediblər. Baxmayaraq ki, o iqtisadçı olubdur, amma onun xidmətləri bu sahədə çox böyük olub. Və bir şeyi təsadüf eləyək ki, Yaşar Sultanov rəhmətə gedən günü Tovuz Turan komandası Sumqayıtda oyun edirdi. Və həmin günü Tovuzun Turan komandası 3-0 deməli xalı ilə qalib gəldi. Görün bu nə qədər, bu qədər təsadüf ola bilməz. Onu həmin müddətdə Yaşar Sultanovun qəfil və bilinmədən vəfat etdi, rəhmətə getdi. Bəlkə də yaşasaydı onun hələ nə qədər böyük arzuları, nə qədər böyük xidmətləri ola bilərdi. Amma ömür vəfa eləmədi. Bəlkə o qədər ağır işləri mi oldu deyə bilərik. Hər şey ürəyinə saldı mı deyək. Onun ürəyi qəfil dayandı. Bir daha bizim cəmi ölənlərimizə, şəhidlərimizə, o cümlədən əmim oğlu Yaşar Sultanova rəhmət diləyirəm və xalqımızın kədərinə şərik oluram və gözəl xalqımızın qarşısında Yaşar Sultanovun xatirəsini əziz tutduğu üçün onlara baş əyirəm, onlara çox sağ ol deyirəm. Xalqımızın başı sağ olsun. Allah millətimizi, dövlətimizi, xalqımızı qorusun. Onları can sağlıq arzulayıram. Bilirəm ki, Yaşarın gözəl xatirəsi onların ürəklərindən heç vaxt silinməyəcəkdir. Yaşar müəllimi yad eləməyə, onunla vidalaşmağa təkcə Tovuzdan deyil, Azərbaycanın bütün bölgələrindən dostları, onu tanıyanlar, hətta tanımayanlar, adının işığına, nuruna toplaşanlar var. Sankt-Peterburq şəhərindən gəlmişəm. Yaşar bəylə biz çoxdan dostluq. Bildiyiniz kimi Yaşar bəy Sankt-Peterburq İqtisad Maliyyə İnstitutunu qutarıbdır. 2-3 dəfə Peterburqda görüşmüşük. Yaşarın Azərbaycandan kənarda da Rusiyada çox dostları, tanışları var. Yaşar çox hörmətli qardaş idi. Allah qəni-qəni rəhmət eləsin. Hamımız kədərləndik. Yaşar kimi insanlar Azərbaycan gəncliyinə, Azərbaycan xalqına bir nümunə kimi həyat tərzi yaşadı. Yaşar bizim qəlbimizdə həmişə yaşayacaqdır. Yaşarın əməlləri həmişə yaşayacaqdır. Allah Yaşarın əzizlərinə, dostlarına, bağlarına səbr versin. Məkanı cənnət olsun inşallah. Yaşar gözəl insan idi, həmişə qəlbimizdə yaşayacaqdır. Allah rəhmət eləsin. Yaşar da təkcə dünya görüşündən, savadından, biliyindən deyil, ilk növbədə insanlığınla, öz saf qəlbinlə, ürəyinlə, həssasiyyətinlə hər birimizə bir etalon olub və bizim çatmaq istədiyimiz mərtəbə oydu. Kimə oxşayırsan, oxşamaq istəyirsən soruşanda biz həmişə fikirləşirdik ki, Yaşar daydan o tərəfə yəqin heç kim ola bilməz. Bizim üçün mərtəbə, etalon oydu da biz elə ona bənzəmək istəyirdik. Və bugün burada insanlar ağlayır, heyfslənir və bir daha öz təsdiqini tapır ki, Yaşar dayı təkcə onun gördüyü işlərə görə, etdiyi yaxşılıqlara görə yox, kiçik bir davranışı belə insanlarda o qədər dərin iz buraxırdı, təsir buraxırdı ki, indi bugün burada hamı təəssüflənir. Bəzən soruşurlar, yaşı neçədir? İnanın, bu mərhələdə, bu məqamda yaşın heç bir önəmi yoxdur. İnsanlığın, duruşun bir önəmi var. Yaşar dayı öz duruşunla, öz insanlığıyla hər kəsə, kiçikdən böyüyə qədər təsirinlə hamımıza o qədər xoş hisslər, müsbət hisslər bağışlayırdı. Onun səsi olmasın, onun danışığı olmasın, təkcə varlığı belə insanların əhvalının yüksəlməsinə yetərli idi. Və o
həm də bilirsiniz, mahir futbol bilgisi idi. İstəyirəm bilinsin ki, əgər sabah yox, 10 il sonra belə Tovuz futbolunda ən kiçik irəliləyiş, dəyişiklik olsa, əmin olun ki, onun kökündə Yaşar dayının, Yaşar Sultanovun bir imzası var. Mən çox xahiş edirəm ki, onun dühasını təkcə futbolla məhdudlaşdırmayaq. O həm də Azərbaycan cəmiyyətinin psixologiyasını dərindən bilirdi. Ona görə də insanlar onu bu qədər sevir. Çünki o hamıya necə davranmaq lazım idi, çox gözəl bilirdi. O Azərbaycan tarixini, o Tovuzun, nəsillərin tarixini çox gözəl bilirdi. O Azərbaycan musiqisinin mahir bilicisi idi. Və hər şeydən önəmlisi, əvvəldə də dediyim kimi, o Azərbaycanı, Azərbaycan insanını gözəl bilirdi və sevirdi. Onun ürəyi sevgi doluydu. Ona görə də gedişi bugün bu qədər hər kəsi təəssüfləndirir. Hətta onu bəlkə üzdən görməyən, amma adını eşidən insanı belə bu qədər təəssüfləndirir. Ölüm haqdır əlbəttə, amma bəzi ölümlərlə barışmaq, razılaşmaq çətindir. Və bugün mənimlə gəlir ki, burada məhz o gündür ki, hələ də 7 gün keçməsinə baxmayaraq onun ailəsi, övladları, bizlər bu ölümə hə deyə bilmirik. Bu ölümlə razılaşa bilmirik. Yaşar əmi bizim üçün həqiqətən çox ağır bir itki oldu. Və bu itkidən ümumi olaraq, bütün nəsil olaraq çox təsirləndik və daima sağlığında biz gənclərə həmişə önəm verərdi. Hər bir işimizə xüsusi diqqət və qayğı ilə yanaşardı. Mən öz yazılarımda Yaşar əmi haqqında qısa da olsa bir qeydlər aparmışam. Bu qeydlərdən icazənizlə səsləndirmək istəyirəm ki, tərk edib tələsik qoca dünyanı, əbədi dünyada taxtımı qurmusan. Sən ki ilham alardın şair sözündən, indi hansı şairə qonşu olursan? Qalmayıb nə taqət, nə də ki dözüm, inana bilmirəm özüm. Tükənir nəfəsim, kəsilir sözüm. İndi cənnətə mi məskən salmısan? Ellərin halına ziyanmamısan. Heç vaxt mənfaat qazanmamısan. Daima bir yerdə dayanmamısan. Deyindi hansı səmtdə sən yanalmısan. Yaşar müəllim bizim sevilmemiz idi. Yaşar müəllim bizim canımız idi, ürəyimiz idi. Bizim bir məsələmiz olanda Yaşar müəllimə müraciət edirdik. Yaşar müəllim işlərimizin hamısının başında olubdu. Hər şeyi regulovka eləyib, düzqoş eləyib. Yaşar müəllim Tovuz rayonunda istər toy olsun, istər ölü hüzur yeri olsun, Yaşar müəllim özünü ora çatdırıb, hətta dəfinində gəlib iştirak edib. Hər birimizin xeyrində, şərində böyük canla başdan iştirak edib. Yaşar müəllim nəinki Tovuzun, Yaşar müəllimin Azərbaycanın bütün hər yerində hörməti böyükdür. O da hamısı onun qabiliyyətinlə, bacarığınla, savadınla irəli gələndir. Mən bir söhbəti də nəzərinizə çatdırım. Siz xeyriyyə cəmiyyətinin üzvlərisiniz. Sizin bir yerdə olan işlərinizin hamısı bizə məlumdur. Siz nələr eləyirsiniz Yaşar müəllimlə bir yerdə. Allah sizi var eləsin. Allah sizi indən belə də bundan artıq eləsin. Mən Yaşar müəllimin haqqında deyə bilərəm ki, danışmaqdan doymaram. Yaşar müəllim biz əmoğlu deyirdik. Mənim böyük qardaşımın onun oğlunun kirvəsidir. Özümüz də kök qohumuyuq. Yaşar müəllim biz rayonda nə tədbir keçirmişiksə yanımızda olubdur. Tədbiri keçirən biz 3-4 nəfər yoldaşıq, biri yoldaşların hamısı buradadır. Əmoğlu Seyid Fikrətdir, Rasim müəllimdir, biri də mən, biri də Yaşar müəllim hamımızın başımızın üstündə olan adam. Bütün işlərdə bizə deyə bilərəm ki, bizim keçirdiyimiz tədbirlərdə, futbol turnirlərində, hətta Afvanın
sudyalarını cəlb eləmişdi. AFFA'nın sudyaları gəlib bizim oyunları həftədə 4 nəfər əvəz eləmək şərtindən gəlib iştirak ediblər. Yaşar müəllimlə bizim axır söhbətimiz bizim Tovuz rayonunun 93-94-cü ildə çempion olan Turan komandasında oynayan Qurban Qurbanovdan gedirdi söhbət. Fikirlərimizi bölüşdük. Qurban Qurbanov Tovuza bağlı bir gözəl futbolistdir. Hal-hazırda Azərbaycanın futbol aləmində döyünən ürəyidir. Hamı ona alqışlar eləyir. Qurbanovun fikirləşdim. Dedim, Yaşar müəllim, belə bir fikir gəlib könlümə. Dedi, nədir Nərman, eşidirəm. Dedim, Qurban Qurbanov Tovuzludur paşdı. Bizim cəmaatımız onu sevir. Olarmı bir dənə futbol turniri onun adıyla bağlı təşkil eləyək? Deyəndə məni qucaqladı, məni öpdü. Dedi, elə bil sən mənim ürəyimin başında olan bir sözü dedi. Durma, hərəkət eləyək. Və mən o günləri dəfn eləyəndə Yaşar müəllimin dəfnindən sonra çıxış elədim. Çıxış elədim dedim, sözü yadımdan çıxartmadım. Dedim ki, mənim qardaşım, bizim aramızda olan sözü yerinə yetirəcəm. Bizim hamımız dedim, o fikirlə ürəyimiz döyünür. Bəli, bizim fikrimiz Qurban Qurbanov burada turnirini keçirtmək. Özdə bir 40 gün çəkir. 40 gün çəkir həmin turnir. Həmin turnirdə mən deyərəm ki, bizim Azərbaycanda yetişməkdə olan məşqçimiz Labanovskinin davamçısıdır. Labanovski idi keçməlidir. Allahın köməkliyi ilə, öz qabiliyyəti ilə, bacarığı. Ona görə ki, bizim hər bir nailiyyətlərində Qarabağ komandasının nailiyyətlərindən sonra bizim hörmətli prezidentimiz İlham Əliyev hər oyundan sonra ona zəng eləyib onu təbrik edir. Bu bizim hamımıza ruh verir, bizim Azərbaycan xalqına. Və biz də həmən söhbətlərdən ruha gəlmişik, daha doğrusu. Biz onun xatirinə yox, onun adına turnir təşkil edəcəyik. Allahın köməkliyi ilə inşallah bu qışı keçsin, o bizim üzərimizdə olan ən böyük işlərdən biridir. Onun hamısı da Yaşar müəllimlə bağlı olacaqdır. Bizim başımızın üstündədir. Allah sana rəhmət eləsin Yaşar müəllim.